Salam əziz abituriyentlər. Bu gün sizə Adil müəllimin test toplusunda çoxalma və inkişaf mövzusuna aid olan bir testin izahına baxaq. Deyir, Euler-Venn diaqramına əsasən doğru olanları seçin. Birinci bizə verilib ki, somatik hüceyrəsinin bir nüvəsində 23 xromosom müxtəlifliyi olan 3 müxtəlif yumurta əkizi verib. Bir də somatik hüceyrəsinin bir nüvəsində 24 xromosom müxtəlifliyi olan 4 eyni yumurta əkizi verib. Biz birinci iş variantlara baxmamış, yəni bu şərtlərə baxmamış, bir də bu hissəni daha dəqiq oxuyaq ki, görək bizə nə lazımdır. Biz nəyi müqayisə edirik, nəyin ortaq cəhətini, fərqli cəhətini tapırıq. Somatik hüceyrəsinin bir nüvəsində deyir 23 xromosom müxtəlifliyi var. Biz də bilirik ki, məsələn biz 2 enimiz bizim 46-dır. Bu 46-nın 44-ü atosom xromosomudur, ikisi isə cinsiyyət xromosomu. Bu qadınlarda 44 üstəgəl XX-dır. Kişilərdə isə biz bunu 44 üstəgəl XY yazırıq. Xromosom müxtəlifliyi deyirsə, bu 44, yəni 22 xromosom müxtəlifliyi əmələ gətirir. Burada isə bir dənə xromosom müxtəlifliyi var. 22 üstəgəl 1 23-dür. Yəni qadında xromosom müxtəlifliyi 23-dür. Kişidə isə 22, bu 23, bir də 24. Yəni X1 müxtəlifliyi əmələ gətirir, Y-də 1. Bu da 24 xromosom müxtəlifliyidir. Yəni qadında olan xromosom müxtəlifliyi 23-dür, kişidə olan xromosom müxtəlifliyi isə 24-dür. Deməli bizə deyir ki, somatik hüceyrəsinin bir nüvəsində 23 xromosom müxtəlifliyi var. Deməli mən tapdım ki, birinci hissə bura qız uşaqlardır. Yəni əmələ gələn uşaqlar qızdır. Və 3 müxtəlif yumurta əkisi. 3 müxtəlif yumurta əkisi isə deməli ayrı-ayrı ziqotlardan başlanğıc götürüblər. Burada isə deməli bunu mən üzərinə yazıram ki, bu deməli qızdır. Somatik hüceyrəsinin bir nüvəsində 24 xromosom müxtəlifliyi deyirsə, deməli bu mən bildim ki, bu oğlandır. Və 4 eyni yumurta əkisi isə deməli eyni ziqotdan başlanğıc götürüb. Bunu bildik. İndi başlayaq variant bəndlərə baxmağa. Birinci deyir ki, əmələ gəlməsində iştirak edən qametlərdə cəmi 132 atosom xromosom var. Biz bilirik ki, yəni somatik hüceyrədə məsələn 46-dırsa, onda da 44 atosom, 2 dənə də cinsiyyət xromosom var. Və bilirik ki, qamet haploid xromosom dəstinə malikdir. Haploiddə N 23-dür. Amma qametin özünün də atosom xromosomu və cinsiyyət xromosomu var. 22 üstəgəl, mən bunu 1 kimi göstərirəm. Yəni 22 atosom xromosomudur, bir dənə də cinsiyyət xromosomudur. Bunu qamet üçün yazanda. İndi mənə də burada deyir ki, bunu düzəldim. Əmələ gəlməsinə iştirak edən qametdə cəmi 132 atosom xromosom. Mən də bilirəm ki, qametdə yəni bir dənə yumurta hüceyrə olur, bir də spermatozoiddə. Yəni yumurta hüceyrə üçün bunu yazsam 22 üstəgəl X-dır. Məsələn bunu spermatozoid üçün yazıramsa 22 üstəgəl məsələn ya X yazıram və yaxud da məsələn Y yazıram. Belə yəni vergüllə göstərirəm. Atosom xromosomun sayı 44. Yəni bir dənə fərdin əmələ gəlməsi üçün qametdə olan atosom xromosomun sayı 44-dür. Bəs neçə dənə fərdin əmələ gəlməsində bunların cəmi 132-dir. Buranı silim. Biz qarışıqlıq olmasın. 44-dürsə, neçə fərdin əmələ gəlməsi üçün 132-dir. 132-ni 44-ə böləndə eləyir 3. Deməli bu birinciyə aiddir. Deməli 3 dənə axı birincidə 3 müxtəlif yumurta əkisi əmələ gəlib. Deməli bu qametində 132 atosom xromosoma aid olan bu 1-ə aiddir. Deməli bunu yazıram 1-ə. Sonra əmələ gəlməsində 6 dənə X cinsiyyət xromosomu iştirak edib. Biz də bilirik ki, 4 eyni yumurta əkisidirsə, bir dənə spermatozoid iştirak edib, bir dənə də yumurta hüceyrədir. Bu da oğlandırsa, yəni bir dənə X-dır, bir dənə də Y-dır da, bir dənə X cinsiyyət xromosomu iştirak edir. Amma burada isə 3 dənə müxtəlif yumurta əkisi, 3 müxtəlif yumurta əkisi və 3-ü də qızdırsa, məsələn bunu belə yazıram. Yumurta hüceyrə üçün belə yazıram. 22 üstəgəl X, yəni qameti belə göstərirəm. Spermatozoid üçün isə belə yazıram. X 22 üstəgəl X. Bizə bir ki, yəni 2X Y-dır da, yəni ya X-ni verə bilər, ya Y-ni verə bilər. Amma qadın XX olduğuna görə yalnız X verəcək. Bu məsələn bir qız uşağı üçündür. Təzədən yenə ikincisi üçün yazıramsa, yenə 22 üstəgəl X, 22 üstəgəl X. Burasını düzəldim. Bu ikinci qız uşağı üçündür. Üçüncüsü üçün yazsam yenə yumurta hüceyrə üçün yazsam 22 üstəgəl X, spermatozoid üçün yazsam yenə 22 üstəgəl X. Deməli neçə dənə X cinsiyyət xromosomu oldu? 6 dənə. 1, 2, 3, 4, 5, 6. Deməli bu hansına aiddir? Buna aiddir. Birinciyə aiddir. 3 müxtəlif yumurta əkisinə aiddir. Bu da aid oldu 2-yə.
Sonra mayalanmada iştirak edən qametlərin xromosom müxtəlifliyi 23 olmuşdu. Bu onsuz da ortaqdır. Yəni bu istəyir qız olsun və yaxud da oğlan olsa da biz bilirik ki, qamet haploid xromosom dəstəmalı 23, qametin də xromosom müxtəlifliyi ilə haploid saya bərabərdir, 23-ə bərabərdir. Yəni bu 3 ortaq gedəcək. Bunu yaxşı yazaq, 4 oxşadı elə bil. Sonra dördüncü, dölün somatik hüceyrəsinin və qametinin xromosom müxtəlifliyi fərqlidir. Biz bayaqlar dedik ki, yəni qamet üçün istəyir qadın olsun, yəni istəyir kişi olsun, olsa qametin xromosom müxtəlifliyi 23-dür. Amma somatik hüceyrə müxtəlifliyi deyəndə qadında 44 üstəgəl məsələn bu x-dırsa, yəni 22 üstəgəl x 23-dür. Oğlan üçün yazanda, yəni kişi üçün yazanda 22 üstəgəl x, y yazırıqsa, onda 24 eləyir. Deməli, burada somatik hüceyrənin müxtəlifliyi qametin xromosom müxtəlifliyindən fərqli deyirsə, bu onda oğlana aiddir. Çünki oğlanda somatik hüceyrənin xromosom müxtəlifliyi 24-dür, amma qametinin xromosom müxtəlifliyi isə 23-dür. Deməli, bu gedəcək 4-ə. Çünki qadında somatik hüceyrənin də xromosom müxtəlifliyi 23-dür, qametin də xromosom müxtəlifliyi 23-dür. 5-də deyir, başlanğıc götürdüyü ziqotda 44 atosom xromosom var. Bu olmalıdır, oğlana aid olmalıdır. İkinciyə nəyə görə? Çünki birincidə deyir ki, 3 müxtəlif yumurta əkisi. 3 müxtəlif yumurta əkisi deyirsə, deməli bunun hər biri ayrı-ayrı ziqotdan başlanğıc götürüb. Amma burada 4 eyni yumurta əkisi olduğuna görə, yəni 46-dır da, 46 da 44-də atosomda, ikisi də cinsiyyət xromosomu. Yəni ziqot 2-yə 46-dır da, diploid dəstəmalıdır 46-dır. Yəni başlanğıc götürdüyü ziqotda da 44 atosom varsa, deməli bu bir dənə ziqotdan başlanğıc götürüb eyni yumurta əkisidir. Bu aid olacaq 5-ə. Sonra bunu da silək. Burada deməli 5-i yazdıq 2-yə. Sonra 6-cıda mayalanmada iştirak edən qametlərin üçündə qamçı olmuşdu deyirsə, deməli bu da 3 müxtəlif yumurta əkisi olacaq ki, çünki müxtəlif yumurta əkisləri olduğuna görə bir yumurta üzrə bir spermatozoid, bu bir fərd üçün, bir yumurta üzrə bir spermatozoid, bir fərd üçün, bir yumurta üzrə bir spermatozoid isə o biri fərd üçün. Yəni 3 müxtəlif yumurta əkisidir. Ona görə 3-ün spermatozoiddə də qamçılı olduğuna görə 3-ündə də qamçı var. Bu da aid olacaq bura. Deməli birinciyə getdi 1, 2, 6, 3 getdi 3-ə ortaq, 2 də getdi 4, 5-ə. Deməli cavab variantımız A bəndi.